Afrika qitəsində 3 trilyon dollarlıq bir bazar var. Türkiyədən ən çox Afrikaya nə gedir? Afrikadan Türkiye'ye ne gelir? Çok imkanlar var ama bu imkanları Afrika'ya sunacak firmalar gerekiyor. Türk malı olması aslında ona değer katıyor. O firmanın ismi değil. Bizə görə də Afrika bazarına çıxış ilk olaraq elə bu sərgidən başlayır. Ümumiyyətlə Afrikanın işlənməmiş torpaqları dünyanın 60% işlənməmiş torpaqlarını təşkil edir. Biz diyoruz ki ileriye dönük bizim için en büyük pazar olacak bölge burası. Təsəvvür edin, bir Azərbaycanlının Afrika ölkəsinə getmək asandır, amma Afrikadan Azərbaycana gəlmək üçün bu çox çətin prosesdir. Bizim əsas bayaq dediyimiz kimi hədəfimiz yalnız mənfəət əldə etmək deyil, eyni zamanda Azərbaycanımızın bayrağını, Made in Azərbaycan brendini orada tanıtmaqdır. Rəna Qəfərova 1989-cu ilin 23 aprel tarixində anadan olub. Orta təhsilini 42 nömrəli məktəbdə alıb, ali təhsilini isə Azərbaycan Dövlət Neft Akademiyasında tamamlayıb. Afrika-Azərbaycan Cooperation təşkilatının təsisçisi və sədridir. Subaydır. Okan Oskan 1977-ci ilin 7 iyul tarixində Liviya, Tripoli şəhərində anadan olub. Orta təhsilini TED Ankara Kollecində alıb, ali təhsilini isə İstanbul Bilgi Universitetində tamamlayıb. Məktəb illərində idman sahəsində nailiyyətlər əldə edib və idmana marağı hələ də davam edir. Ailəlidir. Peşəkar video və podkast çəkilişlərinizi ən son avadanlıqlarla təmin olunmuş Biznesgar komandasına həvalə edə bilərsiniz. Həmçinin çəkiliş üçün otaq və səs avadanlıqları, kamera və işıq aksesuarlarının icarəsi mümkündür. Rəna xanım, xoş gördük. Çox sağ olun. Okan bəy, xoş gördük sizi. Merhabalar, hoş bulduk. Düşünürəm ki, bugünkü mövzumuz izləyicilərimiz üçün çox maraqlı olacaq. Şəxsən mənim özüm üçün Afrika həmişə maraqlı olub. Mütəmadi olaraq sosial şəbəkələrdən izləyirəm. Hələ bir dəfə sosial şəbəkələrdə qara bir Afrikanlı qızın türk dilində danışması məni heyrətə salmışdı. İndiyənə qədər mən o platformaya üzvəm və onun bütün həyatını izləyirəm. Afrikadakı yaşamdan danışır. Mənə çox maraqlıdır ki, türklər bu qədər Afrikada inkişafı artırmışkən Azərbaycanlılar nə edir? Bizim nə qədər inkişafımız var orada? Təşəkkür edirəm ilk öncə. Hörmətli Aytan xanım, bu barədə məlumat vermək istəyərdim ki, bizim Afrika qitəsində aktivliyimiz o qədər də deyil, bu maalesef. Afrikanın 54 müstəqil ölkədən ibarətdir və biz daha çox ərəb ölkələrində fəallıq, müəyyən bir az da olsa ticarəti biz ərəb ölkələrdən etmişik, amma Saxara altı ölkələrdən bizim Azərbaycan şirkətlərinin fəaliyyəti demək olar ki, yox səviyyəsindədir. Və zaten bizim təşkilatın da əsas məqsədi budur ki, biz bu əməkdaşlığa bir töhfə verək, bir təkan verək və bir-birimizə onların da məhsullarını, bizim də məhsullarımızı bir-birimizə mübadilə edək və ticarət edək və ticarət üzərindən biz həm ölkəmizi, həm ölkəmizdə istehsal olunan məhsulları tanıdıq. Çox gözəl. Okan bəy burada bizə necə yardımcı olur? Okan bəy, sizə söyləyim. Deməli, Azərbaycanda bizim platforma Afrika ilə işbirliyi üzrə ilk platformadır, amma Türkiyədə artıq 100 illərdir bu əməkdaşlıq var və Türkiyə-Afrika Biznes Assosiasiyası 2012-ci ildən yaradılmışdır və biz də düşündük ki, biz qardaş Türkiyə ölkəsindən, onların təcrübəsindən yararlanaq və biz onlara müraciət elədik və onlara təşəkkür edirəm ki, bizə yardımcı olurlar. Biz zaten Azərbaycanda tətbiq elədiyimiz model Türkiyə-Afrika Biznes Assosiasiyasının modeli olacaqdır. Bəli, və Okan Beygil də orada Türkiyə-Afrika Biznes Assosiasiyasının idarə heyətinin üzvüdür və oranın general koordinatorudur. Özü bu haqda daha geniş məlumat versə, məncə daha yaxşı olar. Buyurun. Şöyle, Türk-Afrika İş Adamları Derneği 2012 yılında kurulmuş. Bugüne kadar da 200'ün üzerinde Afrika odaklı organizasyon gerçekleştirmiş bir NGO, STK. Bugüne kadar Afrika'dan Türkiye'ye 10.000'in üzerinde iş adamını misafir etmiş bir kurum. Tabii bu yıllar içerisinde Afrika'dan Türkiye'ye gelen iş adamları zamanla Türkiye'den 3. ülkelere de iş seyahatleri yapmak istiyorlar ve
TABA aracılığıyla biz örnek veriyorum Uganda'dan, Tanzanya'dan, Etiyopya'dan iş insanlarını üçüncü ülkelere, Brezilya'ya, Hollanda'ya, Almanya'ya da iş seyahatlerine, iş organizasyonlarına taşımış bir organizasyonuz. Rana Hanım'ın kurucusu olduğu Afrika Azerbaycan Corporation gibi dünya üzerinde 112 kurumla bizim anlaşmalarımız var. Genelde Afrika üzerine odaklanmış. Brezilya'dan Afro Chamber, işte Avrupa Birliği Afrika Ticaret Odası ve Afrika ile ticaret yapmak isteyen bütün kıtalardan kurum ve kuruluşlarla bu anlaşmalar sayesinde ticareti geliştirmek adına faaliyetler yapıyoruz. 2016 yılında TABA ilk büyük organizasyonunu, bütün Afrika ülkelerinden gelecek olan iş adamlarını bir araya getirmek için TAPS, Turkish African Business Summit adında bir organizasyon düzenlemeye karar verdi. Ve bu organizasyon o zaman Türkiye'de Cumhurbaşkanlığı himayesinde planlandı. Ancak 2016 yılında Ağustos ayında düzenlenmesi planlanan bu organizasyon darbe girişimi sonrasında bir süreliğine askıya alındı ve 2023 yılına kadar biz yine ikili üçlü işbirlikleriyle devam ettik. 2023 yılından bu yana da AFEX adı altında Afrika İş Forumu ve Fuar Organizasyonu'nu İstanbul'da düzenliyoruz. Tabii burada İstanbul'da neden düzenlediğimizin en önemli sebebi 2002 yılından 2023-2024 yılına kadar Türkiye devlet politikası olarak Afrika ülkeleriyle kazan kazan üzerine bir iş modeli geliştirmeye karar verdi ve bunun için devletimiz yatırımlar yaptı. 2002 yılında 12 tane olan Afrika kıtasındaki büyükelçilik sayımız 2024 yılında 44 oldu. Türkiye şu anda Afrika kıtasında en fazla büyükelçiliğe sahip ikinci ülke. Türk Hava Yolları 54 ülkeye 67 sefer yapıyor günlük. Bu ne demek? Bazı ülkelere birkaç şehrine birden İstanbul'dan direkt uçuşlarımız var. Tabii böyle olduğu zaman Türk iş insanları İstanbul'dan Afrika'nın herhangi bir noktasına en uzak mesafe 10 saatte ulaşıyor. Ama ortalama 4-5 saatlik uçuş mesafeleriyle Afrika kıtasının büyük bir bölümüne tek uçakla erişebilme imkanı sağlıyor. Afrika dediğimiz zaman yaklaşık 3 trilyon dolarlık bir pazar. Yaklaşık 2 milyar insanın yaşadığı ve bu 2 milyar insanın %60'ının 25 yaşın altında olduğu bir pazar. Bu ne demek? Hem Türk dünyası için hem de dünyanın geri kalanında ticaret için yeni pazarlar arayan ülkeler için muazzam bir imkan. Ve biz de bu imkanı geçmişten bugüne gelen ilişkilerimizi kullanarak Türk devletlerinin ve Türkiye Cumhuriyeti'nin yararına kullanmak için elimizden gelen her türlü seferberliği, imkanı ortaya koymaya gayret gösteriyoruz. Nə xoş. Bəs ilk öncə nə ilə başlamaq istəyir Rəna xanım? Məsələn, ilk əlaqələri nə üstündə qurmağı planlaşdırırıq? Afrika-Azərbaycan ticarət əlaqələri bizim təşkilatımız 2023-cü ildən maydan qeydiyyata düşübdür. Bu son 2 il, 3 il ərzində mən bir təşkilat rəhbəri olaraq Rusiyada keçirilən, Sankt-Peterburq şəhərində keçirilən Rusiya və Afrika İqtisadi Forumunda iştirak etdim. Türkiyədə keçirilən Türkiyə və Afrika İqtisadi Forumunda iştirak elədim. Dubayda iştirak elədik və oradan bir çox əlaqələri artıq qurmuşuq. Belə deyim, altyapını bu illərdə etməyə çalışmışıq. Bir çox ticarət palatalarla artıq tanışlığımız var, artıq məlumatlıdırlar onlar Azərbaycan haqqında, Azərbaycan sahibkarlığı haqqında, məhsulları haqqında bu işləri görmüşük. Bizim indən belə ki, əsas missiyamız ondan ibarətdir ki, bu yığdığımız əlaqələri artıq biz bu ticarətə çevirməkdir. Biz bunun üzərindən çalışacağıq. Bayaq dediyim kimi də, əlbəttə ki, bizim sahibkarları da inandırmaq çətindir ki, bizim məhsul Afrikaya ixrac oluna bilər, Afrika bizim alıcımız ola bilər. Bayaq müəllim dediyi kimi, oranın bir 300 milyard dollarlıq bir ticarət dövriyyəsi var qitənin. Niyə də biz orada bir Azərbaycanın bir payı olmasın? Ona görə ki, təsəvvür edin ki, Türkiyə və Afrika ölkələri arasında ticarət dövriyyəsi
hardasa 40 milyard dollaradır 2025-ci hədəfi. Birləşmiş Ərəb Əmirlikləri heç bir şey istehsal etmədən reeksportla 70 milyard dollara yaxın bir ticarət dövrəsi hədəfləyiblər bu il üçün. Amma nədən Azərbaycan bu qədər istehsalçı olan bir ölkə, bu qədər zəngin bir ölkə, niyə bizim məhsullarımız Afrikada tanınmasın və satılmasın? Və əlbəttə ki, bizim bir strategiyamız var və yavaş-yavaş, hissə-hissə ora yaxınlaşırıq. Ona görə ki, insanlara birdən bir şey, böyük bir şeylər vəd etmək, sonra onların ümidinə puç etmək bu düzgün olmayacaqdır. Ona görə də bəli, ona görə biz yavaş-yavaş belə hədəfimizə doğru getməyə çalışırıq. Biz doğru bir yol tapmağa çalışırıq, doğru partnyorlar tapmağa çalışırıq. Bu Afrikada çox çətindir. Bu Rusiya deyil. Bugün təyyarəyə mindim, getdim 3 saat, görüşdüm. Bəli, bizim burada hardasa bizim postsovet ölkəmiz olduğuna görə biz onları tanıyırıq, mədəniyyətini tanıyırıq, onların anlaşmasını tanıyırıq. Amma Afrika ölkəsi üçün bu bizim üçün biraz çox çətindir. Ona görə ki, 2000-dən çox millət var, orada bir çox din ayrımaları var. Yəni bizim üçün bu yeni biz empati qurmağa çalışmalıyıq mütləq olaraq. Ömrü boyu belə 500 ildə onlar müstəmləkə altında yaşamışlar və indi son 100-lə yaxında onlar bir müstəqillik əldə etmişlər, amma yenə də hətta indi də qərar verməkdə müstəqil deyillər. Ona görə ki, apardığımız bir çox görüşlərdə biz bu qərara gəlib çatmışıq ki, mütləq olaraq biz qərar verən şəxslər, görüşdüyümüz şəxslər bir başqadır, qərar verən şəxslər bir başqadır. Yəni bu çox çətin bir şeydir. Bu qıraqdan asan görsənə bilər. Bu bəzən bir müqaviləni almaq üçün aylar, illər biz sərf edə bilərik ki, hansısa bir böyük orada şirkətlərə məhsul ixrac edək. Bizim indi bayaq söylədiyim kimi bizim əsas təşkilatımızın Türkiyə təşkilatından belə bir anlaşması var ki, biz bir-birimizdən aldığımız bu kontaktları mübadilə edə bilərik və onlar üzərinə, onların platformasından da istifadə edə bilərik və 25-26 iyunda Türkiyədə, sırf İstanbulda böyük bir forum keçiriləcək. Sırf 1500-dən artıq Afrikalının İstanbula gələcəyi, bu sadəcə iş adamlarıdır. Yəni bilin ki, bu onlar maraqlı insanlardır və bu sizə 1500 imkan deməkdir. Yəni 1500 iş adamının İstanbula toplanması və 2 günlük orada sərginin və forumun keçirilməsi və orada bir çox ölkələrin təhsil naziri, idman naziri və yaxud da ticarət palatasının sədrlər gələcək, ticarət və sənaye nazirlikləri var bir çox ölkələrdə, onların nazir müavinləri. Yəni belə bir kontingentdə ibarət olan Türkiyə tərəfi böyük bir forum keçiriləcəkdir və mən də buradan Azərbaycan sahibkarlarına çağırış edərdim ki, siz bu forumda iştirak edin, buradan faydalanın. Afrika bazarına çıxış üçün elə bizim ilk addımımız, ilk fürsətimiz elə bu tədbir ola bilər. Ona görə də düşünürəm ki, biz zaten özümüz, öz ətrafımız bildiyimiz qədər bir hədəfimiz odur ki, Azərbaycandan bir 100-ə yaxın sahibkar orada iştirak etsin və onlar artıq real bir vəziyyəti görəcəklər. Türkiyə modelini də, Türkiyə təcrübəsini də elə o forumda və sərgidə görəcəklər. Ondan sonra orada bir böyük bir məsrəfə ehtiyac yoxdur. Zaten Azərbaycan şirkətlərinin çoxunun Türkiyədə filialları var, depoları var, istehsalları var. Yəni onlar orada iştirak etsələr artıq Afrika bazarı haqqında bir anlayışları olacaq. Artıq onlar orada qərar verə bilərlər ki, davam etmək olarmı, yoxsa olmazmı? Yəni mən onlara görə istəyərdim ki, Azərbaycan sahibkarları bu fürsəti qaçırmasınlar və bu sərgi onlar üçün çox faydalı olacaqdır və bizə görə də Afrika bazarına çıxış ilk olaraq elə bu sərgidən başlayır. Mən belə bir şəxsən özümə maraqlıdır. Mən Okan bəydən soruşmaq istəyirəm ki, Okan bəy, Afrikadan, Türkiyədən ən çox Afrikaya nə gedir? Afrikadan Türkiyəyə nə gəlir? Şöyle, tabii Osmanlı İmparatorluğundan kalan büyük izler var Afrika'da ve yani, tarihsel olarak bağımız olan ve daha sonradan Cumhuriyet döneminde de ilişkilerimizin geliştiği ülkeler var. 2023 yılında biz 41 milyar dolarlık bir ticaret yaptık Afrika ile. Ve Afrika ülkelerinin, yani bizim için gerçek Afrika aslında o çölün altındaki bölge. Sahra altı dediğimiz Afrika gerçek Afrika. Kuzeydeki bölge zaten Orta Doğu'nun uzantısı gibi. Arapça konuşan ülkeler
bize hem kültür olarak hem ticaret olarak zaten çok yakınlar ve uzun yıllardır biz onlarla ticaret yapıyoruz. Ama gerçek Afrika dediğimiz o Sahra altındaki bölgede bu az önce Rana Hanım'ın bahsettiği 500 yıllık bir sömürge ve kolonyal sistemin olduğu ve inanılmaz büyük acıların ve baskıların yaşandığı bir bölge. Bu insanlara hiçbir şey verilmemiş. Hiçbir şey öğretilmemiş. Kimliksizleştirme politikasıyla dillerini, dinlerini ve her şeylerini bırakmaları üzerine baskılar yapılmış. Şimdi 1963 ki en son bağımsızlığını alan ülke 1971-73 arasında aldı. Bu dönemden itibaren tabii Türkiye ile büyük ticari imkanlar başlamış. Şimdi Afrika'yı dediğim gibi kuzeyi ayırırsak çöl altında da Batı Afrika, Orta Afrika, Doğu Afrika ve Güney Afrika olarak ayırabiliriz. Güney Afrika zaten gelişmiş bir ülke ve çevresinde 10 tane ülkeye kendi gelişmişliği ve imkanlarıyla bir takım imkanlar sağlıyor. Batı Afrika'ya geldiğimizde Türkiye'den en fazla satın aldıkları ürün tavuk eti ki bu bir beyaz et, donmuş et veya işlenmiş etler. Bunun yanında madeni yağlar, araçlarda kullandıkları madeni yağlar, tarım ürünleri, işte genelde işlenmiş gıda ürünleri alımı yapılıyor çünkü oralarda bunlar henüz gelişmemiş. Doğu Afrika'ya gittiğimiz zaman daha teknolojik iş makineleri. Çünkü onlar biraz daha hem betonarme yapılaşmaya daha hızlı geçiyorlar. Hem sanayileşme Kenya, Uganda, Tanzanya gibi bölgelerde turistik imkanlarla elde ettikleri gelirler sayesinde daha hızlı ilerlemesine sebep oluyor. Orta Afrika'da da hala güç savaşları yeni yeni sona eriyor. Çünkü neden? Oralarda elmas madenleri, kobalt madenleri, koltan madenleri dünya rezervlerinin %70'i, 90'ı bu bölgelerde. Yavaş yavaş daha bu kazanımları kendi halklarına sunabildikleri için alım güçleri daha yeni yeni oturuyor. Ama genel anlamda Türkiye'den temin edilen inşaat malzemeleri, işte gıda malzemeleri, iş makineleri, normal fabrikalarda kullanılan teçhizat ve makineler daha fazla alınan ürünler. Biz oradan ne alıyoruz? Biz ham petrol alıyoruz. Nijerya gibi ülkelerden ham altın alıyoruz. İşlenmemiş metaller alıyoruz. Yani o bölgede var olan minerallerden ve yeraltı kaynaklarından Türkiye o bölgelerden alıyor. Afrika'nın en önemli bütün dünyaya aslında sunabileceği imkanlar neler? Birincisi tropik meyveler, taze veya kurutulmuş. İkincisi Benin gibi, işte Uganda gibi, Mısır gibi ülkelerde çok büyük rakamlarla üretilen pamuk, tekstil sektörünün bel kemiği. Nijerya'dan Etiyopya'ya kadar olan bir çizgi var. Ekvator çizgisi üzerinde yetişen bir kahve bölgesi var. O iklime uygun olarak yani bütün dünyaya yetecek kadar kahve aslında Afrika'da var. Kakao aynı şekilde bütün dünyanın ihtiyacı olan. Soya fasulyesi, susam, kaju fıstığı, cashew nuts. Bunlar Afrika'ya has, Afrika'ya özel ve bütün dünyaya yetecek kadar üretilebilen tarım ürünleri ve komoditiler, emtialar. Türkiye'de bu imkanlardan yararlanıyor. O ülkelerden bu ürünlerin alımları gerçekleşiyor. Çox maraqlıdır. Baxın, Rəna xanım, Okan bəy, bu sualın hər ikinizədir. Məsəl üçün, Azərbaycan sahibkarları, biz az öncə çağırış elədik ki, Türkiyədə forum olacaq, ora gəlsinlər. Okay. Onlar aydındır. Onlar o foruma gəldikləri zaman hansı təkliflərlə ilk öncə gəlməlidirlər ki, bu Afrika üçün də daha cəlbedici olsun? Onlar ilk öncə Afrika üçün biz görüşəndə onlar Afrika investor cəlb eləmək istəyir. Ona görə ki, özlərinin xam malı var, bayaq mənim dediyi kimi xam mal var. Amma bunu emal etmək üçün, bunu hansısa bir hazır məhsula çatdırmaq üçün orada avadanlıq yox,
önəmli şey bilgi yox, məlumatlandırma yox, təhsil çox aşağı səviyyədədir, kadrlar yox, kadr çatışmamazlığı var. Ona görə də onlar bizim görüşlərdən yəni belə qərara gəlirik ki, onlar bizdən ora peşəkar, bu işini bilə xam mal verirlər. Deyirlər gəlin burada bir iş yeri qurun, burada istehsalat qurun və biz buradan digər Afrika ölkələrinə də ixracat edək, lazımsa sizin ölkəyə də ixracat edək. Yəni ən birinci onların bizdən istədiyi oradakı xam malları istifadə etmək. Bayaq dediyi kimi müstəmləkə ölkələri olduğu üçün oradan o məhsullar sadəcə ixrac olunub digər Avropaya, misal üçün orada emal olunub Avropa üçün satılıb, Avropa üçün yararlı olubdu. O Afrika ölkələri üçün yararlı olmayıbdı. Amma onlar öz xam mallarını, öz təbii ehtiyatlarını özləri üçün istifadə etməsini istəyirlər. Bayaq bildirdiyimiz kimi qazan-qazan prinsipindən çalışmaq istəyirlər ki, sən öz mənfəətini götürəcəksən, mənim üçün iş yeri açacaqsan, mən burada kadrların daha da təkmilləşməsi baş verəcəkdir. Yəni bunun bizdən istədikləri budur. Siz bilirsiniz ki, Azərbaycanda misal üçün mən çox istəyərdim. Bizim böyük bir mebel sənayecilərimiz var. Mebel istehsalımız var və Azərbaycan mebeli bugün bir çox ölkələrə, bir 10-a yaxın ölkəyə ixrac edir. Mən çox istəyərdim ki, bizim mebel sənayeciləri o Afrikanı bir kəşf etsinlər. Orada yaxşı, həqiqətən də bir yaxşı emalatxana qurmaq olar mebel üçün. Bu yəni işini bilən, bu texnologiyanı bilən, burada artıq bu biznesin belə də istehsal prosesini bilən insanlar üçün Afrika bazarında bugün mebel istehsalı qurmaq çox böyük bir fürsətdir. Eyni zamanda da digər fəaliyyətlərdə onları da biz analiz etməliyik. Bayaq dediyimiz kimi Benin dünyanın 16-cı pambıq istehsalçısı olan bir ölkədir. Təsəvvür edin. Ümumiyyətlə Afrikanın torpaqlarının işlənməmiş torpaqları dünyanın 60% işlənməmiş torpaqlarını təşkil edir. Yəni bunu buradan gəlin söhbətə baxaq. Yəni belə bir buradan biz kənd təsərrüfatçılarımız bizim bu fürsəti qaçırmamalıdırlar. Torpaq var, su var, günəş var. Yəni bizim bildiyimiz yeri gələndə su var, amma adətən suya görə çox əziyyətlər çəkilir. Hər şey var, su var əlbəttə. Dünyanın en fazla yağmur olan bölgesi. Amazon ormanlarının ne diyorlar onlara? Tropikal yağmurların. Bəli. Yani o şeritte zaten en fazla dünyanın yağmur olan bölgeleri. Su ihtiyacı, yeraltı suyu zaten her yerde var aslında. O çöl bölgesi dışında. Bizim Türkiye'den de kurumlar gidip orada su kuyuları açıyor. Çünkü şey yok, yani nasıl diyeyim, o kadar fazla yeraltı suyu var ki su şebeke sistemi kurmaya gerek yok. Yani her evin arka bahçesinden kolaylıkla su çıkartabileceğiniz imkanlar var. Ben 25 yıl Afrika'da yaşadım. Libya'da doğdum. 12 yıl Güney Afrika'da yaşadım. Üstüne 8 yıla yakın Nijerya'da yaşadım. Nijerya'nın Lagos şehrinde 25 milyon insan var ve su şebekesi yok. Herkesin kendi su kuyusu var. Sadece arıtma sistemini kuruyor ve suyu kullanabiliyor. Bu kadar aslında güzel imkanlar var. Güneş 12 saat ekvatorda olduğu için zaten parlıyor. Güneş enerjisi sistemini kurduğunuz zaman ücretsiz, bedava elektriği zaten kullanabiliyorsunuz. Yani çok imkanlar var ama bu imkanları Afrika'ya sunacak firmalar gerekiyor. İş adamları gerekiyor. O vizyona sahip insanların oraya girmesi gerekiyor. İnşallah biz de bunun için elimizden geleni yapıyoruz. Peşəkar video və podkast çəkilişlərinizi ən son avadanlıqlarla təmin olunmuş Biznesgər komandasına həvalə edə bilərsiniz. Həmçinin çəkiliş üçün otaq və səs avadanlıqları, kamera və işıq aksesuarlarının icarəsi mümkündür. Əslində biraz təqdimatlarda düşünürəm ki, həmişə bir əksiklik olubdu. Məsələn, siz indi deyirsiniz, mənə aydın olur, amma mən Afrikanı mənim gördüklərimdən, məsəl üçün daha aşağı büdcəyə sahib, ondan sonra alıcı qüvvəsi çox zəif olan, mütəmadi olaraq işçi qüvvəsinə cəlb olunub sanki əhali, amma siz demişkən təhsildir, zəifçiliyi burada görsənir. Amma indi birdən-birə bizim belə bir çıxış eləməyimiz əslində sahibkarların özü üçün belə bir effekt olacaq. Necə ola bilər? Bunun altını düşünürəm ki, çox doldurmaq lazımdır. Çünki təsəvvürlər belə olmayıb bu haqda. Məlumat da az olub. Təsəvvürlər də olmayıbdı. Afrika anlayışı ilə bağlı mən bir çoxları Afrikanı bir ölkə kimi biliblər.
Yəni biz yenidən bu sorğunu keçirdəndə Afrika bir qitədir. Müstəqil 54 ölkədən ibarət olan bir qitədir. Bayaq dediyimiz kimi də rəsmi olaraq 1 milyard yarım, qeyri-rəsmi 2 milyarda yaxın əhalisi olan bir qitədir. Və təsəvvür edin ki, və bu qitə 2100-cü ilə qədər artıq 5 milyarda yaxın əhalisi olacaq proqnoz var belə bir. Və təsəvvür edin ki, bu əhali həqiqətən də hər gün bizim kimi qidalanırlar. Birinci nüfuzdan baxsaq, Nigeriyanın özünün bugün 220 milyon əhalisi var. 2100-cü ildə Nigeriyanın özündə 800 milyon üstü əhali proqnozlaşdırıb. Və təsəvvür edin, bu əhalinin gündəlik tələbatı var və bu gündəlik tələbatı ödəmək lazımdır. Bayaq dediyim kimi, bəli, biz bilirik ki, Çin dövlətinin orada bir təcrübəsi var. Bütün o infrastruktur, bütün o ölkələrdəki portlar, bütün dəniz limanları, hər bir bunlar hamısı Çin Xalq Respublikasının belə deyim, nəzarəti altındadır və bu işlər, bu nahəng layihələr o ölkə tərəfindən qurulur. Yani şöyle yavaş yavaş Amerika zaten elini çekti Afrika üzerinden. Şimdi bazı ülkelerde Fransa'yı dışlamaya başladı. Daha Fransa karşıtı darbelerle yeni hükümetler, daha özgürleştirici hareketler olan yerler var. İngiltere'yi de tamamen resimden çıkarttığımız zaman Amerika'dan kalan o silah teçhizat talebini Rusya karşılamaya başladı. Fransa ve İngiltere'nin altyapı ve o inşa görevlerini de daha çok Çinliler almaya başladı. Bunu nasıl yapıyorlar? Çin'in muazzam bir finans gücü var. Çin orada bir proje yapacağı zaman ilk önce havaalanı yapacak örneğin. Çin İnşaat Bankası'nı götürüyor, lisans alıyor. O banka üzerinden kredi sağlıyor Afrika ülkesine. Yine belli bir oranda %50, %60 Çinli işçi çalıştırarak o projeyi yapıyor. Belli bir süre işletip devlete teslim ediyor. Bu süre içinde de devletin o kredileri geri ödemesini bekliyor. Birkaç örnekte Gabon'da yanlış hatırlamıyorsam oldu. Havaalanı kredisini geriye ödeyemediği için hükümet taksitlerden bir veya iki tanesini Çin direkt gidip o havaalanına işletmesine el koydu. Şimdi Afrika bunu da istemiyor. Yani ne yumuşak güç ne kolonyal güç hiçbir şekilde baskı altında yaşamayı kabul etmeyen aslında bir toplum. Afrika toplumu. O yüzden Türkiye'nin ve Türk Cumhuriyetlerinin oraya giderken beraber kazanalım, birlikte iş yapalım. Birlikte iş yaparken de bizdeki know-how, teknoloji ve o birikmiş olan tecrübeyi sizlerle paylaşalım şeklinde gittiğimiz için bizi çok seviyorlar. Örnek vereyim size. Şu anda çoğu Afrika ülkesinin üst yönetimine, devlet yönetimine, kademelere ve iş hayatına gelmiş olan Afrikalıların birçoğu Türkiye'de okumuş ve ülkesine geri dönmüş kişiler. Birkaç hafta önce bir Anadolu Ajansı'nın haberinde gördüm. Gambiya'da devlet askeriyeye Türkçe eğitimlere başladı. Yani askeriyede askerlere Türkçe öğretiyorlar. Bu ne demek oluyor? İleriye dönük Türkiye'yi stratejik bir ortak olarak görüyorlar ve kendi ordularında Türkçeyi bir dil, yabancı dil olarak öğretmeye başladılar. Ya bu bizler için aslında büyük avantaj. Bunları kullanmamız, iyi değerlendirmemiz gerekiyor. Mən burada Okan bəyin sözünə bir qüvvət demək istəyərdim ki, bizim bəli hədəflərimizdən biri də Azərbaycan universitetlərində Afrikadan tələbələri cəlb eləməkdir. Ona görə ki, təsəvvür edin ki, həqiqətən də 4 ildən sonra sizin Azərbaycanda yaşamış, Azərbaycan mədəniyyətini, tarixini bilmiş bir Afrikalı var. Və Afrikalı artıq buradan gedərkən Azərbaycanı sevmiş, Azərbaycanda əlaqələr qurmuş, dostluq qurmuş və mütləq olar ki, bu bir neçə ildən sonra bu bizə bir geri dönüş edəcək. Ona görə ki, artıq bunun içində bir sevgi var. Təhsil illəri Azərbaycanda geçmiş. Azərbaycandakı dostlarınla harda nə yapacağı bəlli deyil. Sabah böyük bir ticarət üçün bu əlaqə çox mühüm bir rol oynaya bilər. Yəni təhsil alıb hardasa hansısa bir böyük vəzifə sahibi ola bilər. Mütləq olaraq ki, Azərbaycanda təhsil almağı o bizim Azərbaycanımız üçün hər bir sahədə olaraq, yəni həm mədəni tərəfdən, həm təhsil tərəfdən, həm iqtisadiyyat
tərəfdən, siyasi tərəfdən də bizə bir belə deyim, bizə bir yardımcı olacaqdı. Bu bizim əsas bu təşkilatımızın da sözün açığı istiqamətlərindən biri də bizim universitetlərə Afrikadan tələbələri cəlb eləməkdir. Bildiyiniz kimi bizim təhsil səviyyəmiz ildən ilə artır və bizim universitetlərin artıq diplomları bir çox ölkələrdə tanınır və bizim də təhsil barədə praktikamız da artıq bir çox ölkələr üçün örnəkdir. Niyə də biz Afrikadan tələbələri cəlb eləməyək? Mən bunu Rusiyada olanda gördüm. Gördüm ki, orada Afrikalılar çox gözəl rus dilində danışırlar. Bəli. Çox gözəl rus dilində danışırlar. Təbii orada uzun illərin, 100 illərin bir tarixi var. Amma biz də bunu niyə başlamayaq? Aha. Aydındır, mən sizlə razıyam, amma biz siz necədir Rəhna xanım? Biz deyirik ki, onları cəlb eləyə gəlsinlər, amma biz orada nə edirik? Bizim onları cəlb etməyimiz üçün biz əvvəlcə orada tanınmalıyıq Azərbaycan olaraq. Azərbaycan olaraq biz orada nə edirik ki, onlar bizi tanısınlar və daha sonra bizə gəlmək istəsinlər? Ya aslında zaten Türk olarak tanınıyorsunuz orada. Yani benim Nijerya'dan ortak tanıdığımız arkadaşımız da var. Billura Hanım. Bir Azerbaycan Türk'ü ve uzun yıllar Nijerya'da yaşadı, Angola'da yaşadı. Yani Afrika'yı o da çok iyi bilen, seven ve Azerbaycan'ın orada zaten gönüllü neferleri var. Yani Azerbaycan'ı anlatan, Azerbaycan'ı tanıtan, Azerbaycan geceleri, günleri ve yemek organizasyonları yaptığını ben biliyorum. Ben gittim, şahsen biliyorum. Sadece şimdi bizim tarafımızda da, Türkiye tarafında da karşılaştığımız zorluklar mutlaka var. Yani hiçbir şey pembe bulutlar üzerinde yürümüyor. Örnek verelim. Şimdi Afrikalı toplum zaten zor. İnsanlar zor, kültürler tamamen farklı, yaklaşımlar farklı. Bu insanların hiç kimseye güveni yok. Bir beyaz adam oraya gittiği zaman önce onlar da ihtiyatlı yaklaşıyorlar. Kimsin, nesin? Şimdi Afrika ile ticaret yapmak istiyorsanız al paranı verdim, ver malımı gönder yok. O insanın size alışıp size güvenmesi. Yani çok uzun yıllardır Afrika ile ticaret yapan firmaların sahiplerine, üst düzey yöneticilerine sorun. Afrika'ya ilk ayak bastıktan 3 yıl sonra ilk parayı ceplerine koyarlar. Yani hemen al verdim, aldım, akşamdan sabaha ticaret Afrika'da çok zor. Biz diyoruz ki ileriye dönük bizim için en büyük pazar olacak bölge burası. Biz şimdiden adımlarımızı atalım, o hazırlıklarımızı yapalım. Karşılıklı saygıyla o güven ortamını oluşturarak bu insanlara empatiyle yaklaşarak o ilişkiyi şimdiden kurmaya başlayalım ki 10 yıl sonra, 20 yıl sonra biz bu insanların en büyük ticaret ortağı olalım. Bizim amacımız bu. Yani akşamdan sabaha kesinlikle hiç kimseyle ticaret yapmazlar. Afrikalı bir kere dokunmadığı, ellemediği, tecrübe etmediği hiçbir şeye para verip almaz. Yani bunlar önemli noktalar. Yapmamız gereken o güveni, saygıyı onlara göstermek, o güven ilişkisini kurmak. Bunları da adım adım sabırla, işleye işleye, ilmek ilmek yapmak çok önemli. Benim şu an hala Güney Afrika'dan olsun, Nijerya'dan olsun uzun yıllar önce ticaret yaptığım insanlar benimle alakası olsun olmasın her sektörle ilgili hala beni ararlar. Neden? Zamanında ticaret yapmışız, onlara para kazandırmışım, onları kandırmamışım ve benimle hiç yapmadığım bir sektör dahi olsa beni arar, bana sorarlar. Biz bu işe girmek istiyoruz, bunu kimle yapalım? Çünkü ben eğer onlara birini referans verirsem otomatikman bana olan güven ona geçmiş oluyor. Aynen. Bunu sağladıktan sonra zaten uzun yıllar sizinle ticaret yapmaya devam ederler. Türkiyə və Azərbaycan, Afrika arasında uğurlu əməkdaşlıq sahəsi sizcə hansı daha yaxşı ola bilər? Mən düşünürəm ki, bir çox şirkətləri biz da anlaşdığımız zaman mən başa düşdüm ki, onların hətta bu IT texnologiyasında da böyük bir zəiflik var. Amma bu bütün ölkələrə xas deyil təbii. Bu misal üçün Nigeriyada bu çox geniş inkişaf edibdir, amma misal üçün Benin'də bu o qədər də deyil və yaxud da digər ölkələrdə bu o qədər də deyil. Yəni bu 54 ölkəni biz gərək hər birini bu sualın əslində hər bütöv olaraq
cavab yox, ölkələri incələyərək hər bir ölkəyə xas olan bir sektordan başlaya bilərik. Yəni bir ölkədə bu çox gözəl inkişaf edib, yüksək göstəricilər var, o bir ölkədə bu tamamilə yox səviyyəsindədir. Və təsəvvür edin ki, bayaq dediyim kimi Afrikadakı çalışan bir şirkətə bizim telefon bağlamamız, e-mail yazmamız heç bir effekt vermir. Yəni mail yazırsan, mən COP29 çərçivəsində bir real bir hadisədən danışım. COP29 çərçivəsində üzbəüz görüşdüyüm Anqoladan olan insanlara e-mail də yazıram, telefon da yazıram, telefonda WhatsApp da yazıram, mesaj da yazıram. Heç bir geri dönüş yoxdur. Sadəcə bu 7 ay ərzində yalnız bir dəfə mən onunla Zoom üzrə toplantı elədim və ondan sonra mən onlara istəklərimi dedim, yazmışam. Hələ də onlardan cavab yoxdur. Bəli, bayaq Okan bəy söylədiyi kimi bir iş Afrikalı ilə bir iş görmək istəyirsinizsə, mütləq olaraq orada bir nümayəndəniz olmalıdır. Mütləq olaraq ora bir dəfə, iki dəfə yox, daimi hər dəfə onlarla bəlkə də işləməyə başlamalıdır. Mütləq bu nümayəndəliklər olmalıdır. Mütləq ticarət nümayəndəlikləri təyin edilməlidir bu ölkələr üzrə. Bayaq dediyim kimi fürsətlər var. Bəli, təbii ehtiyatlar var. Orada təbii ehtiyat var, istehsalat yoxdur. Yəni biz bu istehsalatı həqiqətən də bizim bu Azərbaycanın təcrübəsi ilə, biliyimizlə biz bu təbii ehtiyatları istifadə edə bilərik. Özümüz də pul qazana bilərik, qarşı tərəfə də pul qazandıra bilərik. Amma yenə də deyirəm, hər bir ölkəni incələmək lazımdır. Orada siyasi tərəfi də var, iqtisadi tərəfi də var. Burada bir çox belə deyim də, bir çox göstəriciləri gözdən keçirmək lazımdır və çox gözəl analiz etmək, təhlil etmək lazımdır. Və bu təhlil bayaq söylədiyimiz kimi bu aylar, illər çəkə bilər. Yəni mən bu gün məhsulum var, mən bu gün mobilyanı ixracat etmək istəyirəm. Misal üçün Qanaya, Qana məndən bunu alacaq deyə bir şey yoxdur. Qana mənimlə bu üzrə çox görüşlər edəcək. Bəlkə o da belə deyim, bir dəfə bir stul alar səndən, bir stul alacaq, bir ona baxacaq. Ondan sonra nə qədər sənə etibar edəcək. Həqiqətən də ona görə ki, uzun illər o xalqları orada aldatmışlar. Uzun illər onları istifadə etmişlər. Amma artıq o düşüncə yoxdur ki, inam yoxdur, güvən yoxdur ki, biz onlara da pul qazandıra bilərik. Biz onlar, yəni belə bilirsiniz, bu yanaşmaları var, bu əqidələri var. Bu artıq beyində oturmuş bir əqidə var, inanc var. Biz bu inancları yeniləmək istəyirik, biz inancları dəyişmək istəyirik. Misal üçün Türkiyə deyərkən, bəli, biz Türkiyəni bir ölkə olaraq da, Made in Turkey brendi olaraq da onlar çox güvənirlər, çox inanırlar. Mən özüm də bir çox görüşlərdə mən hiss edirdim ki, onlar Türkiyə brendinə, Türkiyə şirkətlərinə çox inanırlar. Zaten çox ağız dolusu danışırlar. Bəli, çox ağız dolusu danışırlar. Türkiyəyə ildən ilə bu forumlara, bu sərgilərə ildən ilə gələnlərin, ziyarətçilərin sayı ildən ilə artır. Deməli, bu yaxşı göstəricidir. Hətta sosial şəbəkələrdə aktivlikləri də artır onların. Mütəmadi olaraq görürük. Misal üçün, mən əvvəl 3 Afrikanlını izləyirdimsə Türk dilində, indi 8-ni izləyirəm. Baxıram ki, onlar çox aktiv şəkildə fəaliyyət göstərirlər və bununla qalmırlar. Onlar mütəmadi olaraq səfərlər eləyirlər. Bəli. Mütəmadi olaraq. Haçan baxıram, misal üçün biz bu günlərim gəlmişik İstanbulda falan forumdayıq və biz birbaşa Rəna xanım bunu təhsilə bağlayırlar. Onlar təhsil alıblar orada. Deyim ki, bəli, dediyimiz məsələ. Bəli, təhsil deyim ki, türk dilinə də keçirilib, məktəb hər şey hazır. Türk dilində gəliblər, oturublar, öyrəniblər. Öyrəndikdən sonra institutu Türkiyədə oxuyublar, ondan sonra da işləyiblər və hazırda özləri öz yaşadıkları yerlərə gediblər. Biz bayaq söylədik ki, əməkdaşlıq mövzusunda onların Azərbaycana gəlmək və yaxud da Azərbaycanlıların Afrika ölkələrinə getməsi üçün, ziyarət etməsi üçün burada ən ilk öncə bizə lazım olan vizadır, viza rejimidir. Əfsuslar olsun ki, viza rejimi Afrika ölkələrlə hələ Azərbaycan arasında çox gəlizdir, çox çətindir və səfirliklərimizin az olduğu üçün onlara müraciət etməsi, misal üçün bir Nigeriyalının Azərbaycana gəlməsi üçün Nigeriyalı Efiopiyaya müraciət etməlidir və yaxud da digər Afrika ölkələrinə hər hansındakı bizim səfirliklərimiz var və bu çox az saydadır və oradan bir neçə günə artıq ora ziyarət etməlidir, sənədləri orada təqdim etməlidir. Ondan sonra o səfirlik, yəni bir Azərbaycana gəlməsi üçün bir çox məsrəf etməlidir və bir yol da
bir yol da uzun yol qət etməlidir ki, Azərbaycana gəlsə və yaxud da gəlib İstanbulda bizim oradakı konsula müraciət edə bilər sənədlərindən. Bizim təcrübəmizdən biz belə görmüşük. Mənim keçən il Benindən qonaqlarım gəlmişdi və Benində çox nüfuz sahibi olan bir sahibkardır və onlar Türkiyə ilə çalışırlar və elə zaten Türkiyə üzərindən Azərbaycana gəlmişlər. Mən çox istəyərdim ki, bu əməkdaşlıqların qurulması üçün, bu deyirik ixrac missiyaları, biznes forumları, bu viza rejiminə mütləq olaraq bir dəstək almamız gərəkir ki. Mən bildiyim qədərilə birbaşa uçuşlarımız da zaten yoxdur. Birbaşa uçuşlar yoxdur, zaten İstanbul üzərindəndir və bu bir problem deyil. Zaten biz çox ölkələrə də öyrəşikliyik İstanbul üzərindən getməyə. Bu problem deyil. Önəmli olan vizadır. Məsəl üçün mənim bugün Côte d'Ivoire-a getməyim üçün bəli orada elektron viza var idi 5 günə, 10 günə, amma böyük bir viza rüsumları var orada, sözün açığı. Sonra amma onların bizə gəlməsi daha çətindir. Təsəvvür edin, bir Azərbaycanlının Afrika ölkəsinə getməyi asandır, amma Afrikadan Azərbaycana gəlmək üçün bu çox çətin prosesdir. Uzun prosesdir və daha məsrəfli prosesdir. Orada devlet büyüklerimiz inşallah bir ortak çalışma yaparak bunun çözümünün aslında birçok yolu var mutlaka. Yani bir ortak çalışma yaparak Ticaret Bakanlıkları, Dışişleri Bakanlıkları bir yol bulunabilir diye tahmin ediyorum. Çünkü amaç eğer ki ticareti arttırmaksa, orada da Afrika'da da direkt yabancı yatırımı arttırmaksa bence iki tarafta ortada kendi menfaatlerine, iş adamlarına özel vize statüsü uygulayabilecek sistemler üzerinde çalışabilirler diye düşünüyorum. Aydındır. Okan bəy, belə bir onda sual sizə ünvanlayım. Siz 25 ilinizi həsr eləmisiniz bu Afrika ölkələrinə. Necə düşünürsünüz bir Türkiyə vətəndaşı olaraq? Nə üçün Azərbaycanın daha çox Afrikaya yatırımlar etməyib və yaxud da əlaqələri daha çox gücləndirməyib? Ya şöyle, şimdi Türkiye'nin 80 yıllık Kurtuluş Savaşı'ndan sonra biriktirdiği bir tecrübe var. Çünkü biz de savaştan sonra hiç kimse bize yardım etmedi. Yani kendi sanayileşme sürecimiz, tarım sürecinin gelişmesi, tarım sistemlerinin, endüstrisinin genişlemesi, bunların hepsi zaman aldı ve biz bunları zor yollarla öğrendik. Şimdi Afrika'da aynı. O 60'larda 70'lerde edinilen bağımsızlık sonrası şu anda paraları yeni devlet kendine ve halkına kazanmaya başladı ve yeni gelişmeler başladı. Biz Türkiye olarak onlara diyoruz ki bak bizim 80 yıllık, 100 yıllık bir know-how'ımız var. Anahtar teslim fabrikaları kuralım. Sizin yerel elemanlarınızı, personelinizi yetiştirelim. Ondan sonra bu yatırımı yapan iş adamı veya devlet her kimse sistemi direkt işler vaziyette size teslim edelim ki o bizim kaybettiğimiz 80-100 yıllık süreci siz kaybetmeyin. Şimdi bu onların hoşuna gidiyor ilk duyduklarında. Ama tabii Azerbaycan'ın da kendine has tecrübeleri Türkiye'den farklı konularda var. Örneğin SOKAR gibi dünyanın en büyük petrol şirketlerinden birisinin merkezi burası. Hani Afrika'da da Nijerya dediğimiz ülkede artık Total ülkenin dışına atılmak üzere. Yani ülkeden çıkıyor Nijerya'dan. Oradaki petrol arama rafineri Nijerya gibi bir ülkede petrol rafinerisi daha 2 yıl önce kuruldu. Rafineri yoktu. Yani petrolü üretiyor ama rafineri yoktu. Bunun gibi şimdi Somali'de başladı. Afrika'nın birçok noktasında aslında bu petrol var ama çıkartılmıyor. Madencilik konusunda, yeraltı kaynakları konusunda Avrupalı şirketleri artık yavaş yavaş çıkartmak istiyorlar. Yani burada artı tarım teknolojileri konusunda Azerbaycan bayağı orada yatırım yapıp hızlı bir şekilde orada kendini gösterebilir. İnşaat malzemeleri konusunda, demir konusunda, yani birçok alanda Azerbaycan orada etkili olabilir diye düşünüyorum. Ümumiyyətlə biz bir şey də söyləmək istəyirəm ki, bizim indiyənə qədər Azərbaycan məhsullarının ixrac etdiyi ölkələr postsovet ölkələri olmuşdu və bu bizim üçün böyük bir uğur sayılırdı da. Amma bugün təsəvvür edin ki, biz Rusiya və
Ukrayna münaqişəsində bizim bir çox şirkətlərimiz sıxıntılar yaşadılar. Ödəmə sistemlərində problem yaşandı, alıcılıq qabiliyyəti aşağı düşdü və bilirsiniz, bəzi şeyləri biz proqnoz edə bilmirik. Ona görə də mütləq olaraq alternativ bazarlar araşdırılmalı. Bir təcrübə var idi. Bir ölkəyə bir yumurta ixracat edilirdi və həmin ölkənin birdən o yumurta idxalına icazə verməməsi qərarı çıxır. Və təsəvvür eləyin, Türkiyədən 10-15 şirkət yumurta ixrac etmədiyi üçün bir gecədə bağlanır. Biz tərəfdaş olduğumuz ölkələrin sabah ölkə daxillərində hansı qərarlar qəbul edəcəyini bilmədiyimiz üçün biz bir ölkədən yapışıb bir şirkətə, biz sadəcə bir ölkə arasında ticarət edib özümüzə uğur deyirik. Bəli. Amma mənim üçün burada uğur sadəcə pul qazanmaq deyil, mənfəət qazanmaq deyil, mənfəət əldə etmək deyil. Burada Azərbaycan bayrağının, Made in Azərbaycan brendinin digər ölkələrdə bizi tanınmayan və təsəvvürən Nigeriya 220 milyon əhalisi olan bir böyük bir ölkədir. Orada niyə Azərbaycan bayrağı dalğalanmasın? Niyə Azərbaycan məhsulu tanınmasın? Yəni digər bayaq dediyim kimi ölkələr bəyən bizim məhsullarımız Çin məhsullarından aşağı səviyyədədirmi? Xeyr. Niyə bu gün yəni biz bu xarici beynəlxalq digər ölkələrin təcrübəsini istifadə edə bilərik. Biz buradan yenilik bir şey, özümüzdən bir şey icad etmirik. Afrika bazarı, yəni həqiqətən də inanılan və real bazardır. Həqiqətən də ticarət edən digər böyük ölkələr var. Bayaq dediyim kimi Birləşmiş Ərəb Əmirlikləri heç bir istehsal etmədən sadəcə reeksportla 70 milyard dollara yaxın ticarət dövriyyəsi edə bilirsə, niyə biz Azərbaycan bunu etməyək? Siz bunu necə dəyərləndirirsiniz? Məsəl üçün mən bunu burada belə görürəm ki, bizim uzağa nəticəliyimiz yoxdur. Məsəl üçün strategiyamız yoxdur ki, biz burada başlayacağıq və burada bir 5 ilimiz, 10 ilimiz, yəni 5 il baxsaz bir ölkənin strategiyası üçün nədir ki, yəni çox az bir müddətdir. Yəni bir 20 illik, 25 illik bir strategiyamız olmalıdır ki, biz hardan hara gəlmək istəyirik. Yəni düşünürəm ki, məsəl bunun üzərində bayağı bir oturulub, biz o bazarda nə etmək istəyirik. Bu bütövlükdə yazılmalıdır. Yazılandan sonra bu yola nəinki sizlə sabah bir gün Rəna xanım da olacaq, nə bilim Günel xanım da olacaq və s. bəylər də olacaq. Kim olmasından asılı olmayaraq yolu getmək lazımdır sadəcə. Mən sizinlə razıyam. Bizim sahibkarlar çox hövsələsizdir. Çox tez istəyirlər çox. Yəni hər şey. Yatırım edib bir yıl sonra bu yatırımın geri dönüşünü bir ildən sonra istəyirlər. Amma böyük bir, əgər biz uzun müddətli düşünəcəksə, əgər bizim uzun müddətli bir strategiyamız olacaqsa, bu daha bizi dayanıqlı edər. Yoxsa mən bugün misal atıram, 1 milyon dollar yatırım edib bir ildən sonra götürməyimi düşünürəmsə, bununla bağlı gecə gündüz işləyirəmsə, əgər alıcılıq qabiliyyəti 1 milyon dollar deyilsə, siz zaten bu 1 milyon dollar bir il ərzində götürməyəcəksiniz. Və həqiqətən də bizim bayaq dediyimiz kimi bazar araşdırması çox uzun bizim bir planlamamız, bizim bu fəaliyyətimizin əslində belə deyim, ideyamızın 70%-ni təşkil etməlidir. Biz burada risklərimizi ölçməliyik. Bizim sahibkarlarımızda bu risk menecmenti çox aşağı səviyyədədir. Nə qədər bizim yəni bu hesab, kitab məsələləri hamısında deməyək, amma hesab kitab məsələləri çox bəzən yoxdur. Mən bunu istəyirəm. Bu nə qədər sənə mənfəət verəcək, nə qədər sən 3 ildən sonra sən artıq bütün resursları istifadə edəcəksən, artıq borc xərcin içində qalıb məhkəmələrdə qalacaqsan. Yəni bunların heç biri belə uzun müddətli hesablanmır. Bayaq dediyim kimi də risklər də hesablanmır və konsultantlardan yararlanmırlar. Bizim Azərbaycanda fəaliyyət göstərən çox gözəl biznes konsultantlarımız var. Hansı ki beynəlxalq səviyyədə olan biznes konsultantlarımız var və bizim iş adamları mütləq olaraq onlardan yararlanmalıdır, bir proqnoz etməlidir, bir qlobal düşünməlidir, bir həqiqətən də biz bu gün məcburən təbii Afrika xəbərlərini oxuyanda orada dediyim kimi bura Afrika qitəsidir. Hələ xəritə dəyişir. Məsəl üçün hər bir neçə ildən bir xəritə dəyişir. Bu iddia edir ki, bu torpaq mənimdir. Bir xəritə çıxardır, verir internetə. Bu ölkə iddia edir ki, bu torpaq mənimdir. Belə bir iddialardan biz hələm də Afrikanın bugünkü gün real bir xəritəsinə ulaşmaq da çətindir. Onu əldə eləmək çətindir. Təsəvvür edin. Bu siyasi məsələlər olur. Mən keçən dəfə baxıram ki, Sudanla Birləşmiş Ərəb Əmirliklərinə əlaqələri tamamilə kəsilmişdi.
bəli, siyasi tərəfdən tamamilə kəsilmişdi və digər də, yəni biz bunların hamısını əldə etmək üçün və daimi hər dəfə bu xəbərləri oxumalıyıq, hər dəfə məlumatlanmalıyıq, maariflənməliyik, analiz etməli, təhlil etməliyik və digər belə təcrübədən həm belə deyim, fikir mübadiləsi etməliyik, risklərə baxmalıyıq və Afrikada artıq çalışmış, uzun müddətli təcrübəsi olan şəxslərdən biz onlardan yararlanmalıyıq. Bizim elə ona görə əsas biz düşündük ki, biz Türkiyə-Afrika Biznes Assosiasiyasından belə bir əməkdaşlıq edək ki, ona görə ki, onların artıq uzun müddətli orada bir təcrübəsi var və onların orada artıq etibarı da var. Yəni biz orada yeni bir Azərbaycan məhsulu kimi getsək, Türkiyə üzərindən ki, bəli, biz bunu birgə edirik, o artıq onlarda bir güvən yaranacaq. Biz onları inandırmaq bu müddəti azaltmış olacaq. Aytən xanım, mən xülasə bir şey demək istəyirəm ki, həqiqətən də Afrika qitəsində 3 trilyon dollarlıq bir bazar var və biz bundan yararlanmalıyıq. Bizim indiyənə qədər bilgilərimiz, təcrübəmiz, biz bunu yararlanmalıyıq. Və bizim təşkilatın da əsas məqsədlərindən biri budur. Ona görə də mən çox istəyərdim ki, sahibkarlarımız bizə inansınlar. Bu hələlik ücrətsizdir. Heç bir ödəniş tələb etmədən, bəli. Ona görə ki, bizim əsas bayaq dediyimiz kimi hədəfimiz yalnız mənfəət əldə etmək deyil, eyni zamanda Azərbaycanımızın bayrağını, Made in Azərbaycan brendini orada tanıtmaqdır. Bizim təşkilatın hələlik bir üzvlük haqqı yoxdur. Sadəcə məhsullarını, eksport kataloqlarını bizimlə paylaşsınlar. Bizim Zoom üzrə toplantılarımıza qatılsınlar. Birbaşa Ticarət Palatasından olan şəxslər özlərini təqdim eləsinlər və biz buna bu şəraiti yaradırıq. Bunu bizə qoşulsunlar, bizim tədbirlərimizdə iştirak eləsinlər. Zaten bunu dediyim ki, bunların heç birinə ödəniş alınmır. Sadəcə bir il ərzində biz bu tərəfdən başlayaq. Onlardan mənə böyük dəstək lazımdır. Sahibkarlar bizim yanımızda olmalıdır, bizə inanmalıdır. Bizim əlaqələrimiz var, qurmuşuq artıq əlaqəni və bayaq dediyim kimi bu əlaqəni artıq əməkdaşlığa çevirmək istəyirik. Və bunun üçün də Azərbaycan sahibkarları bizə inanmalı, bizim yanımızda olmalı və bizdən yararlanmalıdırlar. İnşallah. Buyurun sizdən də söz alaq Okan Bey. Ya şöyle, Rana Hanım'ın dediği gibi büyük bir pazar. Ve TABA olarak biz de bu organizasyonları uzun yıllardır yaptığımız için özellikle devlet kurumlarından, devlet kademelerinden ve Afrika ülkelerinin İstanbul'daki veya Ankara'daki büyükelçilik ve konsolosluklarından bizlere direkt bu ülkelerle ilgili yatırım talepleri geliyor. Örnek vereyim, bir Afrika ülkesinden, Orta Afrika ülkesinden bir liste geldi. Sadece bir ülke, ki çok büyük bir ülke değil, 3,5 milyar dolarlık 70'in üzerinde projenin olduğu bir dışarıdan doğrudan yatırım listesi. Ve düşünün ki 54 tane ülke var. Ve bu ülkelerin her birinde böyle yatırım bekledikleri listeler var. Yani muazzam bir potansiyel var. Güneş enerjisi, hayvan çiftlikleri, et işleme tesisleri, balık çiftlikleri, hidroelektrik santralleri, inşaatlar, otoyollar, demir yolları, otobüs yolları, aklınıza gelebilecek her türlü altyapı, üst yapı projeleriyle ilgili listeler bize ulaşıyor. Neden bize ulaşıyor? Çünkü o ülkenin hükümetleri bu operasyonları Türk firmalarının yapmasını istediği için bize ulaşıyor. Yani Ocak ayında bize gelen bir çocuk hastanesi ve doğum hastanesi ekipmanları talebi, ihalesi vardı bir Afrika ülkesinden. Direkt Cumhurbaşkanı'nın emriyle bunların Türkiye'den tedarik edilmesini istiyorum dediği için bize ulaştı bu liste. Yani orada var olan, orada oluşmuş bir güven var zaten Türkiye'ye karşı. Örnek verelim, bir mobilya firması Kenya'da bir distribütör, ki bunların tabii Afrikalıları biraz daha yakından tanıdıkça anlaşılabilir. Hastaneleri olan bir insan bir Türk mobilya firmasını görüp onun da bayiliğini alıyor. Tamamen kendi sektörü dışında. Çünkü Afrikalılar tek sektöre bağlı kalmayı sevmiyorlar. O mobilya bayiliğini alıp kendi ülkesinde açtıktan sonra o mağazayı, orada marka değeri olan o mobilya firmasının adı değil, Turkish Furniture büyük harflerle, puntolarla yazarak altına da küçük bir şekilde firmanın adını yazıyor. Bu ne demek oluyor? Orada
Türk malı olması aslında ona değer katıyor. O firmanın ismi değil. Ve biz bunu avantaja zaten çevirmişiz. Bunu iyi bir şekilde kullanıp ilerletmemiz gerekiyor. İnşallah. Mən sizə təşəkkür edirəm. Həqiqətən də Okan bəy, Rəna xanım sizə də təşəkkür edirəm. Xanım olaraq sizə təşəkkür edirəm ki, belə bir çətin işi zərif çiyinlərinizə götürmüsünüz və bunu tanıtmaq, təqdim etmək, mütəmadi olaraq danışmaq, mütəmadi olaraq tədbirlərin keçirilməsi heç də asan deyil. Bu yol mənə elə gəlir ki, çətindir. Yeni cığır açırsınız, yeni bir yol açırsınız. Mən sizə təşəkkür edirəm. Okan bəy də təşəkkür edirəm bu yolda sizə kömək olduğu üçün, dəstək olduğu üçün. Çox təəssüf edirəm ki, vaxtımız bitir. 1 saatımız artıq dolubdur. İnşallah biz sizi yenə də gözləyəcəyik. Əlavə kimin də nə sualı olacaqsa, burada altda nömrələr qeyd olunacaq. Sizlə əlaqəyə keçəcəklər. Minnətdaram. Çox sağ olun. Çox sağ olun Ayten Sağ olun. xanım, bu fürsəti bizə yaratdığınız üçün çox minnətdaram və düşünürəm ki, həqiqətən də bizi izləyənlərə biz faydalı məlumatlar verdik və onların da gələcək planlarında bizim də bir qatqımız ola bilər. İnşallah xeyirli olsun. Ben de çok teşekkür ediyorum. Bakü'ye ayak bastığım andan itibaren misafirperverliğiniz için artı Afrika'ya ilgi duyan tüm Azerbaycanlı iş insanlarını da 25-26 Haziran'da İstanbul'da prestijli bir mekanda Haliç Kongre Merkezi'nde yapılacak olan AFEX 2025 organizasyonuna bekliyoruz. Təşəkkür edirəm. Buyurun, sağ olun.